Wikipediyada mənbələr və istinadlar məqalənin əsas hissəsidir. Ensiklopediyanın əsas prinsiplərindən biri yoxlanıla biləridir. Oxucu istənilən faktın hardan gəldiyini asanlıqla yoxlaya bilməlidir. Etibarlı mənbə dedikdə mövzu ilə maraqlı, lakin müstəqil yanaşan, redaksiya ilə yoxlama prosesi olan nəşrlər nəzərdə tutulur. Akademik jurnallar, elmi kitablar, nüfuzlu qəzet və jurnalist araşdırmaları, tanınmış nəşriyyatların çıxardığı əsərlər bu sıraya daxildir. Öz-özünə dərc olunmuş mətnlər, şəxsi bloklar, sosial şəbəkə paylaşımları, hətta tanınmış şəxsin rəsmi saytındakı reklamvari məqalə isə yalnız məhdud halda və faktiki məlumatı təsdiqləmək üçün istifadə edilə bilər. Mənbə ilə mövzunun müəllifi arasında maraq toqquşması varsa, obyektivlik sual altına düşür. Məqaləyə istinadların əlavə olunması asan prosesdir. Bunun üçün sadəcə uyğun şablonla mənbəni göstərmək kifayətdir. Lakin keyfiyyətli məqalə üçün hər faktın yanında istinad olmalıdır. Bütün məqalənin sonunda mənbələr siyahısı, yanaşması zəif hesab olunur. Çünki oxucu konkret cümlənin dəqiq hardan gəldiyini görə bilməz. Sadə variant kimi mənbənin və onun detallarını ref teqləri arasında vermək mümkündür. Amma bu variant tövsiyə olunmur. Bunun əvəzinə mətnin istinad tələb edən hissəsində kursoru saxlayıb redaktorun yuxarı menüsündəki istinad düyməsini sıxırsınız. Açılan hissədə müvafiq linki yerləşdirib yarat düyməsini sıxırsınız. Bundan sonra istinad generatoru sizin üçün şablonu ilə birlikdə istinadı əlavə edir.